Həcər rahimehullah Fəthül Bəri əsərində buyurur ki, bu hədis haqqında buyurur ki, bu cəvami'ul kelim olan hədislərdəndir. Çünki söz bütünlükdə ya xeyirdir, ya da şər. Və ya ikisindən birinə qayıdır. Ya xeyir olur, ya da şər olur. Və həmçinin Heytəm rahimehullah Fəthül Mübin əsərində deyir ki, bu hədis əzəmətli və geniş qaydalardandır, şəriətin geniş qaydalarındandır. Çünki dilin bütün hökmləri əməldə bədən üzvlərinin ən çoxudur. Yəni, bədən üzvlərindən daha çoxdur. Bədən üzvlərinin əməli bir yerə kimidir, amma dilin əməli gün ərzində dayanmır. Çünki dilin bütün hökmləri dedik ki, bədən üzvlərinin hökmlərindən, yəni əməldən çoxdur və bu etibarla onun haqqında, yəni bu hədis haqqında İslamın 1/3-dir demişdi Heytəm rahimehullah. Və bu cür deyilməsi daha doğru olar deyir. Çünki əməl, qardaşlar, necə ki bilirsiniz, insanın əməli ya qəlblə olur, ya əza ilə olur, ya da dillə olur. Deməli, İslamı 3 yerə bölsək, İslamın əməllərini 3 yerə bölsək, İslamın 1/3 dildir, dilin əməlləridir. Onun 1/3 qəlb əməlləridir və 1/3 isə, digər yerdə qalan 1/3 isə əza əməlləridir. Bəli, yəni iman nədir? İman dillə demək, qəlblə təsdiqləmək və əza əməli ilə yerinə yetirməkdir. Və həmçinin alimlərdən Zərqani rahimehullah buyurur ki, Muvattanın şərhində, İmam Məlikin Muvattasının şərhində buyurur ki, bu hədis cəvami'ul kelimdəndir. Çünki o feillərə və sözlərə aid olan gözəl əxlaqı, feillərə və sözlərə aid olan gözəl əxlaqı özündə cəm edən 3 xüsusiyyəti deməli bizlərə çatdırır. Və bu hədis əməllərin imandan olduğuna işarə edir, qardaşlar. Bu hədis əməllərin imandan olduğuna işarə edir. Harada işarə edir? Yəni biz bunu hardan götürmüşük ki, burada, yəni çünki bəzi bidət əhli deyir ki, əməllər imandan deyil. Yəni əməllər imanı tərsir etmir. Bu isə batildir. Niyə görə? Fikir versək hədisin mətninə buyurur ki, "Mən kana yu'minu billahi vel yevmil axir." Kim Allaha və axirət gününə iman gətirirsə. Və burada deyilən bu şeyi gerçəkləşdirməyən birinin, hansı ki, ya xeyir danışsın, ya halal olsun və yaxud da qonşusuna gözəl ikram eləsin və yaxud da qonağına ikram eləsin. Bunu gerçəkləşdirməyən birisi Allah və axirət gününə olan imanı bunu gerçəkləşdirmədiyi ölçüdə azalır və zəifləyir. Çünki burada imanın əslindən söhbət gedir. Aydındır? Yəni imanı kamilləşməz yox. Yəni imanın nə dərəcədə bunu naqisləşdirirsənsə, imanın əslinə təsir edir. Yəni imanı azalda bilir. Və bu da insanın nəyinə qayıdır? Yəni necə bunu hansı ölçüdə gerçəkləşdirmədiyinə qayıdır.